Salam aleykum. Deməli, aşağıdakı şəkildə 170 qram amoniak katalitik oksidləşir. Birinci prosesdə bizdən elə bunu istəyir. Amoniak üstəgəl oksigen katalizator iştirakı ilə NO ilə su alınır. Bunu oksidləşmə reduksiyasını necə əmsallaşdıraq? Solda hidrogen 3 dənədir, sağda 2 dənə. Bura yazıram 1,5. Oksigen sağda nə qədər oldu? 2,5. Və buradan da biz bunun qabağına 1,25 yazıb 2-yə vuranda sağdakı kimi oksigen 2,5. Ancaq vergülü rəqəm olanda biz bunların hər birinin qarşısını 2-yə vururuq. Bunu 2-yə vururuq. 1,25 2-yə vuranda bu eləyir artıq 2,5. Bu 2 eləyir. Bu da eləyir 3. Yenə də vergülü rəqəm qaldığına görə yenə də hamısının qarşısını 2-yə vururuq. Bu eləyir 4. Bu eləyir deməli 5. Bu eləyir 4. Bu da eləyir 6. Artıq biz bunların hər birini əmsallaşdırdıq və müəyyən elədik. İndi burada bizdən nə soruşur? 170 qram amoniakdır. Birincidə çıxım 60%-dir. 170 vurulsun 60 bölünsün 100. Yəni 170-i vururam 60-a bölürəm 100-ə. 102 qram amoniak sərf olur. Bu 4 vurulsun 17. Bu zaman X qazı alınır. Yəni NO burada bizdə X qazıdır. Tapıram bunu. 102-ni vururam 4-ə, bölürəm 68-ə, bölür 6 mol. Tapdım ki, NO burada 6 moldur. Sonra ikinci prosesdə həmin o X qazı, yəni NO oksigenlə reaksiya daxil olur. Bu zaman əmələ gəlir NO2. 6 mol NO alınıbdır, çıxım 50%-dir, yəni 6 vurulsun 0,5. Yəni 3 molu sərf olur və bu zaman tənasüblə əmələ gələn Y qazı, yəni NO2 bizdə burada Y qazıdır. Bu da deməli buradan 3 mol. Nə alınır? NO2 alınır. Üçüncü prosesdə isə NO2 su ilə reaksiya daxil olur. Bir dənə turşu alınır. Bu qaynarda gedən reaksiyadır, qaynarda. Və indi baxın, azot demə burada müsbət 4-dür. Burada müsbət 5-dir, burada müsbət 2. Bu disproporsiyadır, yəni öz-özünə oksidləşmə reduksiya. Azot müsbət 4-dən gəlir müsbət 5-ə. Fərq 1-dir. Azot müsbət 4-dən gəlir müsbət 2-yə. Fərq 2-dir. Yerini dəyişirəm. Sağda azota ait oksidləşmə dərəcələri çox olduğuna görə, yəni fərqli oksidləşmə dərəcəsi çox olduğuna görə bu rəqəmlər sağa yazılacaq. Sağda müsbət 5-in qarşısına 2 yazacağam. Azot sağda oldu 3, bura 3 yazacağam. Qalanları düzdür. Qalanları düzdür və burada 3 mol NO2 alınmışdır. Çıxım da 100%, yəni 3 molun hamısı sərf olur. 3 mol bu zaman 2 mol HNO3 əmələ gəlir. Həmçinin 1 mol da NO əmələ gəlir. HNO3 NO2-nin oksidləşmə məhsulu, yəni müsbət 4-dən müsbət 5-ə gəlibdir. Ona görə 3 molun 2 molu oksidləşibdir. Ancaq NO isə reduksiya məhsuludur. Müsbət 4-dən gəlib müsbət 2-yə. Yəni 1 mol da bunun reduksiya olubdur. Doğru cavab bu şəkildə olacaqdır.